15-ci suala baxaq. Artikel mövzusudur. Demək, cəhət adları, qütb adları mütləq Z artikli ilə işlənir. Buna görə də digər variantları çıxırıq. Və ikinci tərəfdə yenə də North qütb adıdır və hər zaman Z artikli ilə işlənir. Cavab E variantı. 16-cı testdə preposition mövzusudur. Left adətən for ilə işlənir. Left for olur. 17-ci testdə modal feildir. Boşluqdan sonra baxırıq ki, to var. A variantı olmaz. Çünki need həm əsas feil, həm modal feildir. Əsas feil kimi to gələ bilər, qəbul edə bilər. Amma modal feil kimi needdən sonra heç vaxt to gəlməz. Hardan bilirik need əsas feil yoxsa modal feildir? Əgər öz sualını, inkarını özü düzəldirsə, demək modal feildir. Bu zaman heç vaxt to ilə işlənməz. B variantı olmaz. Şoltdan sonra heç vaxt to işlənməz. C variantı olmaz. May heç vaxt to ilə işlənmir və E variantı da həmçinin cavab qaldı D variantı. Have to. 18-ci suala baxaq. Yenə də modal feil mövzusudur. Have to heç vaxt öz inkarını, sualını özü düzəltməz. A variantı getdi. B variantında outdan sonra mütləq to olmalıydı. C variantı qalsın. D variantı yenə outun to'su yoxdur, to olmalıydı. E variantında to be able mütləq to ilə işlənir. Cavab C variantı. 19-cu suala baxırıq. Bizdən tək isimləri soruşur və A variantına baxırıq ki, carrots, arms bunlar cəmdir, getdi. B variantında police, cattle topluluq bildirən isimdir. B variantı da gedir. C variantında people, clauses cəm isimlərdir, gedir. D variantı bütün isimlər tək isimlərdir. E variantında da goods yenə də cəm isimdir. Team, family bunlar təkdə də işlənir, cəmdə də işlənir, amma məna baxımına görə müəyyən vaxt. Amma goods topluluq bildirən isimdir. 20-ci suala baxırıq. Yenə artikel mövzusu. Whether is demək, bu testi tapmaq üçün for English. Bizə bilirik ki, salimiyan isimdir. Buna görə də qeyri-müəyyən artikli ilə işlənməz. A variantı, B variantı gedir. Və adətən the vəzə olur. E variantında çıxaq. Topic sayılan tək isimdir. Bunun üçün də bizə qeyri-müəyyən artikli lazımdır. Yəni, ən important topic olar. Buna görə D variantı da getdi. Keçirik 3-cü tərəfə, düzdür, cavabımızı tapmışıq C variantıdır. Amma 3-cü tərəfə baxaq. For the English. Çünki burada milliyyətdən söhbət gedir. Hava ingilis mövzusu ingilislər üçün vacib mövzudur. Bütün ingilislərdən söhbət getdiyi üçün Z artikli veririk. Cavab C variantı. 21-ci suala baxaq. Demək, bizdən plural nounları soruşur. Cəmsim bir səhvdir, mani, salimiyan isimdir. Salimiyan isimlər də hər zaman tək götürülür. 2 səhvdir, quz kökündən dəyişərək cəmlənən isimdir. Amma bunun cəmi qiz olur. 2 dənə E olmalıydı tərkibində. 3 doğrudur. 4 doğrudur, plural noundur. 5 advice uncountable-dır, salimiyan isimdir. 6 tis, plural noundur, yəni cəm isimdir. 7 də with, salimiyan isimdir. Cavabımız E variantı. 3, 4, 6. Keçirik 22-ci suala. Interrogative sentence sual cümlələrini soruşur bizdən. Və biz bilirik ki, sual cümlələrinin quruluşu WH plus köməkçi feil plus mübtəda plus əsas feil quruluşu olmalıdır. Düsturumuz budur. Və biz də düzgün sual cümləsini seçməliyik. A variantı səhvdir, çünki WH-dən sonra köməkçi feil, sonra mübtəda gəlməlidir. Yadınızda qalsın, heç vaxt köməkçi feilindən əsas feil yanaşı gəlməz. Elə təsəvvür edin ki, düşməndilər. Arasına nəsə girməlidir. Mübtəda girməlidir, nəsə deyəndə ki. 2B variantı səhvdir, çünki zamanlardan bilirik ki,
Keçmiş zamanın sualı didlə verilir və bu zaman feil qayıdır indiki formasına, indiki zamanla. Advised yox, advice olsa düz olardı. C variantı yenə də quruluş düz deyil, feil mübtədadan sonra gəlib olmaz. D variantında what did he advise doğrudur. D variantı bizim düzgün cavabımızdır. E variantında does varsa feilin sonundakı ses düşməli idi. Cavab D variantı. 23-cü testdə yenə bizdən düzgün sual cümləsini soruşur. Yenə də sual sözündən sonra köməkçi feil gəlməli idi. A variantı səhvdir. B variantı did varsa feil indiki zamanına qayıdıb right olmalı idi. B də səhvdir. Yadınızda qalsın, heç vaxt when olan cümlədə have, has olmaz. İndiki bitmiş zaman olmaz. C variantı da səhvdir. D variantı doğrudur. Sual sözü gəlib, köməkçi feil, mübtəda, əsas feil gəlib. Cümlə düzdür. Cavab D variantı. E variantı köməkçi ilə əsas yanaşı gəlməz. Səhvdir. 24-cü suala baxaq. Bizdən yenə də düzgün sual cümləsini soruşur. Və baxırıq ki, who was the direction followed by? Bir doğrudur. Heç bir problem yoxdur. 2 səhvdir, köməkçi ilə əsas yanaşı gəlib və cümlənin quruluşu da düzgün deyil. W sual sözündən sonra köməkçi feil, sonra mübtəda, sonra əsas feil gəlməli idi. 2 səhvdir. Yəni biz variantla da işləsək daha asan olar. 2 olan variantları çıxarıq və ya B, ya C variantı. Bizə 3-lə 4-ə baxırıq. Üçüncüdə who followed the directions. Biz bilirik ki, əsas feil heç vaxt öz sualını özü verə bilməz. Amma bir who, bir də ki, what olan cümlələrdə bu baş verə bilər. Bunlar mübtədanın sualını verərsə. Yəni cümlədə başqa bir mübtəda yoxdursa. Demək 3 də düzdür, B variantı düzdür. 4-də həm köməkçi ilə əsas yanaşı gəlməz, həm də did olanda feilin sonundakı idi düşməli idi. Feil indiki zamanına qayıtmalı idi. Cavabımız B variantı. 25-ci suala baxaq. Altından xətt çəkilən sözlərə uyğun əvəzlik verməliyik. Baxırıq ki, mübtədamız polis, cəmsimdir. Bunun üçün bizə cəm əvəzlik lazımdır, zey. İkinci tərəfdə found feildir. Feildən sonra obyekt əvəzliyi gəlir. Çift də tək olduğuna görə tək obyekt veririk. O da E variantı. 26-cı suala baxırıq. Qayıdış əvəzlikləridir. Və bilirik ki, qayıdış əvəzliklərimiz mübtədəyə görə verilir. Baxırıq ki, mübtədamız he-dir. He-nin də qayıdışı, kişi cinsinin qayıdışı himself C variantı. 27-ci sualda yenə düzgün variantı soruşur. Bu da yenə də yiyəlik hal bizdən istəyir. Woman bilirik ki, kökündən dəyişərək cəmlənən isimdir və heç vaxt S apostrof olmaz, bir getdi. Variantlarla işləyək, bir olan variantları çıxaq, sizin üçün daha asan olsun. 2 düzdür. Əgər sözün qarşısında Mrs, Mr, Miss sözləri gələrsə, bu hər zaman apostrof S olar, 2 düzdür. 3-ə baxırıq, Z-dən sonra soyadlar gələrsə, bu bütün ailəni bildirir və S apostrof olmalıdır. Buna görə də 3 səhvdir. 4 doğrudur. Cavabımız 2, 4, D variantı. 28-ci suala baxaq. Boşluqdan sonra of gəlib, əvəzlik mövzusudur, pronoun. Everydən sonra heç vaxt of gəlməz, yalnız everyone gələrsə sonra of gələ bilər. Samdan sonra of gələ bilər, amma baxırıq ki, əvəzliyimiz burada cəmdir, xəbərimiz təkdir. Amma samdan sonra of gələrsə və sonra cəm əvəzlik gələrsə, xəbərimiz də cəm olmalı idi. Buna görə B variantı getdi. C səhvdir, bozun xəbəri hər zaman cəmdə olar. Elə E variantı da buna görə səhvdir. Cavab D variantı. Bu qədər.